Karpaçenko məsələlərinin həllərinə baxaq. Burada 44-cü sualda deyir ki, 12 və 14 xromosomu olan diploid bitkilərdən alınmış və dölsüzlüyü Karpaçenko ilə aradan götürülən hibridin mərkəzi hüceyrə və yumurta hüceyrəsini soruşur bizdən. Burada artıq bizə, yəni məsələ həllərində, Karpaçenko məsələ həllərində bir neçə tipdə məsələlər qarşımıza çıxır. Elə məsələlər olur ki, bizə iki bitkini verir. Tutaq ki, birinci bitki, ikinci bitki deyir hibrid al və ona Karpaçenko tətbiq elə. Karpaçenko tətbiq olur. Hibridi aldıqdan sonra ona Karpaçenko tətbiq elə. Karpaçenko tətbiq edəndə əlbəttə ki, xromosom sayını 2 dəfə artırmış oluruq. Və yaxud da bizə birinci bitkini normal verir, ikinci bitkiyə deyir Karpaçenko tətbiq edəndən sonra hibridi al deyir. Yəni ikinci bitkiyə sən Karpaçenko tətbiq elə, sonra hibridi al. Birincini özü Karpaçenko tətbiq olunmuş kimi verir. Və yaxud da Karpaçenko tətbiq olunmuş bizə bitki verir və həmin bitkini əmələ gətirən bitkilərin, həmin bu Karpaçenko tətbiq olunmuş bitkinin, daha doğrusu hibridin bizə əmələ gətirən bitkilərin xromosom sayları haqqında bizə soruşulur. Yəni bir neçə formada bizə Karpaçenko məsələləri gəlir. İndi burada baxsaq 44-də bizə deyir ki, 2 dənə bitkimiz var. Deməli, birinci bitkimiz diploid 2n bərabərdir 12. İkinci bitkimizin isə 2n bərabərdir 14. Bizə deyir ki, sən al bu hibridi özün Karpaçenko tətbiq elə. Onda sadə, yəni belə normal gedişatda n bərabərdir 6. Bunun da haploidi bərabərdir 7. Bitkiləri aldıqmı? İndi bu bitkilərdən hibrid almalıyıq. Hibrid almaqdan ötürü bunun n6-sı ilə bunun n bərabərdir 7-sini toplayırıq. Yəni 2n bərabərdir 13. Bu bizim normal aldığımız bitkidir, hibriddir, amma dölsüzdür. İndi bizə deyir ki, Karpaçenko ilə aradan götür bu dölsüzlüyü. Mən bunu Karpaçenko ilə aradan götürəndə 2-yə vurmalıyım. Yəni 2 dəfə xromosom sayını artırmalıyım. 2 dəfə xromosom sayını artıranda əlbəttə ki, 2n olasıdır 4n, 13 də olasıdır 26. Deməli, mənim yeni Karpaçenko tətbiq olunmuş bitkim 2n 26-dır. Yeni Karpaçenko tətbiq olunmuş bitkim. İndi mənə deyir ki, bu bitkinin yumurta hüceyrəsi. Əlbəttə ki, bu bitki 4n-dirsə, bunun haploidi 2n 13-ə bərabər olur. Və bizə də deyir ki, bunun mərkəzi hüceyrəsi. Mərkəzi hüceyrədə həmişə bilirik ki, bitkinin xromosom sayı, ana bitkinin xromosom sayı neçədirsə, belə çəksə yumurta örüşeyim kisəsini 13 yumurta hüceyrədir. Mərkəzi hüceyrəmizdə ananın xromosom sayına həmişə bərabər olmuş olur 26. Cavabımız da olur D variantı. Və yaxud da bunu işləməkdən ötürü birbaşa da gedə bilərdik ki, məsələn, birinci bitkimiz verib, ikinci bitkimiz veribdir. Elə o iki bitkini, yəni 2n bərabərdir 12 birinci bitkimiz, 2n bərabərdir 14 ikinci bitkimiz. Elə bunları birbaşa toplasaq da biz elə Karpaçenko tətbiq olunmuş bitkimizi almış oluruq ki, bunun da yarısı, yəni 2n bərabər olur 13-ə. Yəni bu üsulla da gedə bilərsiniz. Burada artıq birbaşa Karpaçenko tətbiq olunmuş kimi göstərilir. 4n varsa, deməli Karpaçenko tətbiq olunubdur. Amma burada isə məsələn birinci işləmə qaydasında qametləri tapırıq, sonra toplayıb 2-yə vururuq və Karpaçenko tətbiq olunmuş bitkini tapmış oluruq. Növbəti 45 də yenə də onun kimidir. Eyni qayda ilə getsək, 2n bərabərdir 16. Bu bizim birinci bitkimizdir. İkinci bitkimizin diploid dəsti 20-yə bərabərdir. Yenə də Karpaçenko'da tətbiq etsək, n bərabərdir 8, n bərabərdir 10. Toplasam 2n bərabərdir 18. Karpaçenko tətbiq etsəm 4n bərabərdir 36. Bunun da haploidi 2n yenə bərabərdir 18-ə. Bizə deyir yumurta hüceyrəsi 18, mərkəzi hüceyrəsi isə 36-ya bərabər olmuş olur. Yəni bitkinin xromosom sayına mərkəzi hüceyrə bərabər olmuş olur. Bizdə xromosomların minimum sayını deyirsə, ümumiyyətcə minimum say bizim qarşımıza gəlirsə, burada çaşmayaq. Niyə? Çünki minimum say o deməkdir ki, bir dəfə 2-yə vurulubdur deməkdir. Biz bilirik ki, bitkilər diploid olur, sonra bir dəfə 2-yə vuranda tetraploid, bir dəfə də 2-yə vuranda məsəl üçün 8n olmuş olur. Bizdə bir dəfə 2-yə vurmaqdır. Karpaçenko bir dəfə 2-yə vurulub, 2 dəfə artırılıbdır sayı, minimum say ona görə deyilir bizə.
Növbəti 46-cı sualda seleksiya yolu ilə alınmış bir bitkinin kök, yarpaq, kasa yarpağı, sperm, endosperm hüceyrəsinin xromosom yığımını veribdir. Bizdən bitkinin hexaploidmi, diploidmi, tetraploid olduğu soruşulur. Və buradan səhvən yola çıxaraq biz bunların 2n, 2n, məsəl üçün, kök 2n'dir, yarpaq 2n'dir. Bu cür işləsək səhv cavab alarıq. Ona görə də kökü x-la işarələyirəm. Yarpaqda x-dır. Kasa yarpaqdır. Çünki hamısı eyni xromosom dəstidir axı. Sperm əgər gövdə 2n'dirsə, sperm n-ə bərabərdir də. Ona görə x-in yarısı. Bilmirəm ha, bu x 2n'dir, 3n'dir, 4n'dir, neçə n'dirsə bilmirəm. Ona görə 0.5x, endosperm isə 1.5x olur. Yəni 3n olduğuna görə bərabərdir 30-a. X-i də buradan hesablasaq ki, x-imiz neçəyə bərabərdir? X-imiz isə 6n-ə. Yəni həmin bitkimiz bizim hexaploid bitki olmuş olur. Növbəti 70-ci sualda bizə deyir ki, dişi bitkimiz verilibdir. Dişi bitkimiz 2n'dir. Erkək bitkimiz isə 4n bitkimizdir. Bunları deyir ki, tozlandırırıq. Tozlanma zamanı və deyir ki, nəticəsində alınan növlər arası hibridə Karpachenko metodu tətbiq edildikdə. Biz bax, Rüşeym hissəsini çəkim. Ana bitkimiz 2n'dirsə, bunun haploid dəsti n-ə, ata bitkimiz 4n'dirsə, bunun haploid dəsti 2n-ə bərabərdir. Rüşeym hissəsində ana bitkimizin yumurta hüceyrəmiz n, mərkəzi hüceyrəmiz 2n'dir. Atanın spermləri də 2n və 2n'dir. Düzdürmü? Onda bizim zigotumuz 3n, endospermimiz isə 4n olasıdır. Bizə deyir ki, bu hibridə Karpachenko tətbiq olunduqdan sonra endosperm hüceyrəsi neçəyə bərabərdir? Bu hibrid, bax, burada gördüyümüz hibrid, bax, bu 3n, 4n, bu bir bitkiyə aid yeni hibridin xromosom sayıdır. Ona görə də bu 4n həmin bu 3n'in endospermi sayılır. Yəni 3n'dən bildiyimiz kimi zigot, ondan da rüşeym yaranmır, bitkinin rüşeymi yaranır da. Bu bitkinin rüşeyminin, həmin o bitkinin, toxumun rüşeyminin endospermi isə 4n'dir. Və bizə də deyir ki, endosperm hüceyrəsinin Karpachenko tətbiq edildikdən sonra biz buna görə bu 4n'ə səliqəli yazaq, 4n'ə bir dəfə Karpachenko tətbiq elədim. Tapdım 8'i. Yəni deyir ki, mitozun anafaza mərhələsində bunun xromosom dəsti necə olar? Biz bilirik ki, endosperm mitoz bölünmə keçirir və mitoz bölünmənin anafaza mərhələsində xromosom sayı 2 dəfə artmış olur. 2-yə vururam, eləyir 16n. Yəni anafazada endospermimiz eləyir 16n. Bəzən səhvlik nədə olur? Bax, bu bitkini götürürlər 3n. Ondan bir endosperm yaradıb onu 2 dəfə artırırlar. Onda da səhv cavab alır. Çünki axı bizim bu bitkimiz, yəni bu 3n zigotu olan bitkinin endospermi elə 4n, axı bu bitki eyni bir hibridə aiddir axı. Yəni sən bu bitkidən təzədən bir endosperm çıxartmaq o bir, yəni ki, lazımsız bir şeydir. Məsələn, 71-ə baxsaq, 71-də də deyir ki, bizə 4n xromosom dəsti dişi bitki, yəni dişi bitkimiz 4n'dir və erkək bitkimiz isə bizim 2n'dir. Onda bu 4n isə diploiddir, haploid dəsti 2n'dir. Bunda haploid dəsti n-ə bərabərdir. Yenə də növlər arası hibridi alıram. Yəni ana bitkim 2, mərkəz hüceyrə 4n, spermlərdə n. Alınasıdır 3n zigotumuz, düzdürmü? 5n isə endospermimiz. İndi bizə deyir ki, növlər arası hibridə Karpachenko metodu tətbiq edildikdən sonra onun endosperm hüceyrəsi. Yenə də, bax, bu ikisi bir hibriddir. Yeni aldığım hibriddir. Mən bu endospermi var da zaten burada. Mən bir də bu zigotu götürüm, ayrıca ona endosperm niyə hesablayayım ki? Bu yeni aldığım bitkidir. Endospermi də burada yazılıbdır. Mən bu endospermə Karpachenko tətbiq edirəm. 2 vurduğum birinci 2 rəqəmi onun Karpachenkalı xromosom dəstidir. Mitozun anafazasında yenə də 2 qat 2-yə vururam. Çünki 2 dəfə artmış olur. Bu da eləyir 20n. Deməli, endospermimiz neçəyə bərabərdir? 20n'ə bərabər olmuş olur. 73-cü sualda deyir ki, somatik hüceyrələrində 40 xromosomu olan tetraploid bitki ilə, yəni birinci bitkini bizə 4n bərabərdir 40 veribdir. Yəni artıq bayaq dediyim kimi bizə burada
birinci bitkiyə özü Karpachenko tətbiq edib veribdir bizə. 4N-i görən kimi bilir ki, buna Karpachenko tətbiq olunubdur. Amma ikinci bitkimizdə isə bizə deyir ki, qametində 15 xromosomu olmuş, lakin sonradan Karpachenko tətbiq olunubdur. Deməli, onda N-i 15 olubdur. Buna Karpachenko N-i 15-dirsə, 2N-i 30-dur da avtomatik olaraq. İndi buna Karpachenko tətbiq olunubdur deyirsə, onda 4N-in neçəyə bərabər olur? 60. Deməli, birinci bitkimizin 4N-i 40, ikinci bitkimizin 4N-i 60. Bunların çarpazlaşmasından alınan bitkimizin xromosom dəsti neçə olar? Əlbəttə ki, bu 4N-ləri toplamayasıyıq. Biz buradan bunun qametini 20-ni, bunun isə qameti 30-dur. Biz bu qametləri toplayırıq və 4N bərabərdir 50-yə. Yəni bitkimizin yenə də minimum xromosom sayı. Yəni biz bir dəfə bunu 2-yə qaldırmış formada yaza bilirik də. Minimum say o deməkdir, 50-dir. Növbəti 86-cı sualda deyir ki, bir bitkinin 9 xromosomlu yumurta hüceyrəsi, yəni yumurta hüceyrə dişi bitkidir, N-i bərabərdir 9-a. Digər bitkinin isə N bərabərdir 8, erkək bitkidir. Spermisi də mayalanmasından alınmış və dölsüzlü Karpachenko ilə aradan qaldırılmış hibridin somatik hüceyrəsinin xromosomlar minimum sayı nəyə bərabərdir? Yenə də bunları toplayırıq. 2M bərabərdir 17-yə. İndi buna deyək Karpachenko tətbiq elə. Karpachenko tətbiq eləyəndə 2 vurursan 4-dən bərabərdir 34-ə. 91-ci suala baxsaq, bizə deyir ki, dölsüzlük Karpachenko ilə aradan qaldırılan növrarası hibridi. Artıq bizə veribdir hibrid. 4N-i görən kimi bilirik ki, buna Karpachenko tətbiq olunub, özü də deyir. İndi deyir ki, bayaq dediyim kimi veribdir və əmələ gətirən, o bitkini əmələ gətirən hibridlər haqqında bizdən soruşur. Bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom dəsti. Yəni birinci bitkimiz 2N-i 24-dürsə. Bəs onda ikinci bitkimizin 2N-i 20, yəni 44-dən 24-ü çıxıram, 2N-i 20 tapdım. İndi mənə nə deyir? Deyir ki, öz-özünə tozlanan, öz-özünə tozlamaq burada önəmli bir şərtdir ki, ikinci orqanizmin endosperm hüceyrəsində xromosom sayını tap deyir. Biz bilirik ki, ikinci bitkimizin 2N-i 20-dirsə, bunun N-i də bərabərdir 10-dur. Düzdürmü? Öz-özünə tozlamaq o deməkdir ki, həmin bitkinin, yəni yumurta hüceyrəsi də 10 eləyəsidir, sperm də 10-dur. Çünki öz-özünə tozlanır bu bitki. Mərkəzi hüceyrəsi 20, yenə də bu sperm 20-dir. Onda bunun endospermi 30 eləyirmi? Deməli, öz-özünə tozlama burada əsas şərtdir. Niyə öz-özünə tozlama deməsəydi, biz nə bilərdik ki, bu 30 olan xromosomun neçəsi dişiyə, neçəsi erkeyə? Məsəl üçün, dişi əgər 2N-i 20-dir, N-i 10-dursa, yəni onu tapa bilərdik. Amma bizə öz-özünə tozlama deməyəndə, biz burada 30 rəqəminin neçəsinin dişiyə, neçəsinin erkeyə aid olduğunu biraz çətin tapa bilərik. Öz-özünə tozlama ona görə burada mühümdür. Endosperm hüceyrəsini tapdıq ki, 30N-dir. Elə bizdən də endosperm hüceyrəsinin xromosom sayını soruşur ki, 30 tapmışıq. 93-də isə eyni bitkinin eyni ardıcıllıqla gedir. Amma ikinci bitkinin deyir ki, bölünən endosperm hüceyrəsinin anafaza mərhələsində. Endospermini 30 tapdıqmı? İndi biz bilirik ki, anafaza mərhələsində, yəni əgər normalda 2N xromosom sayılı bir canlının anafazada 4N olur da, yəni 2 dəfə artmış olur anafazada xromosom sayı. Endospermdə 3N-dirsə 2 dəfə artıb 6N olur da, yəni yenə də 2 dəfə artmış olur. Yəni burada çaşmayaq. Endospermin fərqi yoxdur, somatik hüceyrənin fərqi yoxdur. Anafaza, mitozun anafazası deyirsə, orada xromosom sayı 2 dəfə artıb deməkdir. Yəni normalda 30 olan xromosom sayı anafazada artıb olubdur 60, 2 dəfə artıbdır. Bu 6-ya vurmaya ehtiyac yoxdur. Yəni bizə 2 dəfə artıbdır demək istəyir. Yəni 93-cü sualda cavabımız eləyir 60. 96-cı sualda deyir ki, birinci diploid bitkinin endosperm hüceyrəsində, yəni yenə də 2 bitki verilibdir. Birinci bitkinin endosperm hüceyrəsində, yəni 3N-ində 66 xromosom var deyir. Bunun 3N-ində 66-dırsa, bu yəqin ki, öz-özünə tozlanan bitkidir. Çünki niyə? N bərabərdir
Çünki biz buradan eni tapmaqdan ötürü 66-nı 3-ə bölməliyik və bu da düşür 22. Onda ikinci bitkinin 2 eni bərabərdir 44 tapdıq. 44 tapdıq. Birinci bitkinin diploid xromosom dəsti 44-dür. İndi baxaq görək ikinci bitki haqqında bizə nə məlumat veribdir. Deyir ki, ikinci diploid bitkinin isə kök hüceyrəsinin bölünməsinin anafazasının sonunda 64 xromosom sayılıbdır. Kök hüceyrəsi somatik hüceyrədir. Anafazada yəni 4 endə 64 olubdursa, bunda bunun haploid xromosom dəsti 64-ün yarısı 2 dəfə az olmuş olur. Bu da eləyir 32. Deməli, birinci bitkimiz diploidi 44, ikinci bitkimizin diploidi 32 edir. Bizə deyir ki, Karpachenko ilə aradan qaldıran hibridin xromosomu. Ya bayaq dediyim kimi, bu 44 ilə 32-ni toplamalıyıq. Eləyir 4n bərabərdir 76-ya. Yaxud da ki, bunun qameti, bayaq tapdığımız kimi, bunun qameti n bərabərdir 22-dir. Bunun qameti n bərabərdir 16-dır. 16 ilə 22-ni toplayanda 2n bərabərdir 38-dir. Karpachenko'da tətbiq eləyəndə buna 4n bərabərdir 76 edir. 97-ci sualda deyir ki, Karpachenko metodla aradan qaldıran növlərarası hibridin xromosom sayı 28-dir. Yəni, artıq bu hibridin xromosom sayını artırıb bizə veribdir. İndi deyir ki, bu hibridi əmələ gətirən bitkilərdən birinin diploidi 14-dürsə, 28-dən çıxanda o birisi də elə 14 qalır. Yəni, bu bərabər də ola bilər, bərabər olmaya da bilər iki bitkinin xromosom sayı. İndi deyir ki, bu növlərarası hibridi əmələ gətirən bu ikinci bitkinin mayalanmadan bilavasitə və üşüyüm hissəsində olan hüceyrələrdə xromosomların sayını müəyyən edin. Spermlər kisəyə daxil olmayıb. Mütləq ki, mötərizənin içərisinə diqqət etmək lazımdır. Onda bu bitkinin eni 7-yə bərabərdirsə, biz bu bitki üçün üşüyüm hissəsi çəksək və biz bilirik ki, mayalanmada iştirak edən, etməyən hüceyrələri də yazırıq. Çünki hamısını soruşur bizdən. Bu bizim mərkəzi hüceyrəmiz, bu da bizim yumurta hüceyrəmiz. Bütün spermlər isə hesablanmırıq. Çünki bizə deyir ki, spermlər daxil olmayıbdır. Onda toplasaq cəmi nə qədər deyir? 56 xromosom sayı, nüvələrin xromosom sayı 56 edir. Növbəti 44-cü sualda isə bizə deyir ki, yenə də iki bitki veribdir. Birinci bitkinin endosperm hüceyrəsinin bölünməsinin anafaza mərhələsinin sonunda 48 xromosom. Yenə də endosperm, yəni 3N-dirsə, anafazada 6N-dir. Fərqi yoxdur. Yenə də 2 dəfə artmış deyilir də. Yəni 6N, yəni neçəyə bərabərdir? 48-ə. Onda endosperm hüceyrəsi 2 dəfə az 3N 24-ə bərabər olmuş olurmu? 3N 24-dürsə, N də bərabər olur 8-ə. İkinci bitkinin 2N-i bərabər, daha doğrusu birinci bitkinin diploid xromosom dəsti 16-ya bərabərdir. İkinci bitkinin isə yarpaq hüceyrəsinin bölünməsinin anafaza mərhələsində. Anafazada, yəni yarpaq hüceyrəsi somatik hüceyrədir. 2N idisə, mitozun anafazasında 4N olubdur. Yəni 4N-i neçəyə bərabərdir? 44-ə bərabərdirsə, 2N-i də 22-yə bərabər olmuş olurmu? 2N 22-yə bərabərdirsə, N də bərabərdir 11-ə. İkinci bitkimizin də tapdıqmı həm haploidini, həm diploidini. İndi deyir ki, çarpazlaşdır. Çarpazlaşdıranda bunların N-lərini topladım. 2N bərabərdir 19-a. Mənə də deyir ki, Karpachenko tətbiq elə. Karpachenko tətbiq eləyəndən sonra isə 4N bərabərdir 36-ya. Daha doğrusu 38-ə.